Bu metal həm mayedir, həm də çox təhlükəlidir. Onun adı civədir. Civənin tarixini öyrənmək üçün təxminən 3000 il əvvələ qayıdaq. Qədim Misir və Mesopotamiyada insanlar civəyə möcüzəli bir maddə kimi baxırdılar. O həm gümüş kimi parlaq, həm də su kimi axıcı idi. Civə təbiətdə əsasən qırmızı rəngli kinovar mineralı şəklində rast gəlinir. Bu parlaq mineral qədim insanlara çox cəlbedici görünürdü. Onlar kinovarı qızdıraraq ondan maye, civə əldə edirdilər. Qədim dövrlərdə civənin ən məşhur tətbiqlərindən biri qızıl çıxarma prosesi idi. Civə qızılı həll edərək onunla amalqam adlı xüsusi qarışıq əmələ gətirir. Buna görə civəni qızıl olan süxurların üzərinə əlavə edirdilər. Civə qızılı torpaqdan ayırır. Daha sonra isə bu amalqam qızdırılırdı. Civə buxarlanır, yerdə isə saf qızıl qalırdı. Civə parlaq gümüşü rəngdə olduğuna görə bir vaxtlar güzgü istehsalında da istifadə olunurdu. Şüşənin arxa hissəsinə civə başqa metalla birlikdə çəkilirdi və beləliklə güzgü hazırlanırdı. Lakin zaman keçdikcə civənin buxarlanması ustaların sağlamlığına ciddi zərər verirdi. İnsanlar səbəbi bilmədikləri üçün güzgülərlə bağlı müxtəlif mistik və paranormal əfsanələr yaratmağa başlamışdılar. Əslində isə səbəb civə buxarları idi. Bu buxarlar ağciyərlər vasitəsilə qana daxil olur və mərkəzi sinir sisteminə ciddi zərər verir. Civə həmçinin zülalların tərkibində olan kükürdlə birləşərək orqanizmin normal fəaliyyətini pozur. Roma imperiyası dövründə civə gümüşə bənzədildiyi üçün ona latınca maye gümüş mənasını verən hidrargyrum adı verilmişdi. Bu ad bugün də kimyada istifadə olunur. Əgər evdə civə dağılarsa, ilk növbədə otağı havalandırmaq lazımdır. Çünki civə buxarları sürətlə havaya yayılır. Civə damcılarının üzərinə kükürt tozu əlavə etmək isə onları zərərsizləşdirməyə kömək edə bilər. Azərbaycan qanunvericiliyinə görə civə saxlanılması, daşınması və satılması nəzarət edilən maddələr sırasına daxildir. Rəsmi icazə olmadan civə ilə bağlı fəaliyyət hüquqi məsuliyyət yarada bilər.